Başa düşmürəm, ümumiyyətlə niyə görə belə hadisələr baş verir? Arada bir bezdirirsən. Amma mübarizə aparmağa deyə bilirsən necədir? Yəni həvəsdən sönmək lazım deyil. Həvəsdən sönmək lazım deyil. Həvəs söndürür. Həvəsdən sönmək lazım. Мне кажется, тебе нужно что-то экшен, да, снимать. Более Все, окей. Шо? Yaşamaq üçün yeməlisən, yemək üçün qazanmalı. Qazanmaq üçün işləməli, qazandığın malı atmalı. Məntiqi xətti uzatmalı, müəyyən bir nöqtəyə çatmalı. Ya xəstəlikdən ya da sağ-salamat ölüb torpağa batmalı. Bunları gözəl öyrətdi mənə həyat gördüklərimlə. Müqayisə etməyə çalışdım bildiklərimə, öyrəndiklərimlə. Nəticə bilirsiniz necə oldu? Bir şey üçün mübarizə bəzən həmən şeyə nail olmaqdan daha vacib bizə. Valideynlərim mənim, istədiyiniz nümunəvi oğul olmadım. Siz mənə ayrı tərəfə yönəltdiniz, mən o tərəfdə qalmadım. Neçə yuxusuz gecə, əsəb, narahat anlar mənə görə təslim, yaradıcılıq, ümid, uğursuzluq məni görər. Bilirəm necə əziyyət çəkirsiniz çəkdiyim əziyyətdən. Realist optimistəm, atam, anam, çıxacağım vəziyyətdən. Enişli yoxsulu yolda girov, gah ovçu, gah of, gah sabit leytinant, gah növbə rəisi İbrahimov. Həri həyat uğrunda inan ki mübarizə aparmağa dəyər. Kim nə götürər onu görər. Yerə göyə sığmayan arzular aparır irəli sərxoşam. Mən rap üçün doğulmuşam. Rap ya mənim taleyim ya da həyatımın qarğışıdır. İnanın çıxışdan mənə qalan çox vaxt pul yox, dinləyici alqışıdır. Qəribəsi budur ki, yazmağı mənə valideynlərim öyrətdi. Heç bilməzdim ilk sətrimi yazandan sakitliyim itdi. Və mən qədəm qoydum söz cümlə mövzu mədəninə. Ürəyimi qidalandıran kağızlar qida atmırdı mədəmə. Qurubəy kimi dolaşırdım küçələri. Neçələri yerimdə olmaq istərdi, yanımda olmaq istərdi neçələri. Evdə indi deyirlər, rapdə gəlir yoxdur. Gözləmə, birazdan yaş 30'lara keçəcək. İş tap özüvə, ailə məişət problemləri, övlad bunlar ayrı təzik. Doğrudan bəlkə bəsti yazdıq dedik, çıxış etdik, gəzdik. Mənasız şeylər dəftəri bəlkə mənasız uçuruma aparır. Bəlkə elə qabaqdadır, qara günlərimin çaparı. Saniyələr gedir ömürdən, gözvə açırsan itir illər. Biz isə hələ də səhnəyə doğru qalxırıq master T ilə. Həri həyat uğrunda inan ki mübarizə aparmağa dəyər. Kim nə götürər onu görər. Yerə göyə sığmayan arzular aparır irəli sərxoşam. Mən rap üçün doğulmuşam. Təsəvvür edəndə rap ambar klanı olmasaydı, harda və kim olardım mən? Fələk öz bildiyin saydı. 6-cı sinifdə şeir yazmasaydım bəlkə olar sadə. Bu mürəkkəb həyatda özümü necə edərdim ifadə. Hərbiçi qalıb top atardım, futbolçu olub top qovardım. Ya ofisdə oturardım, həkim olub şiş tapıb qoparardım. Bəlkə siyasətçi, biznesmen olub pul qazanardım. Ya rüşvətxor əzazil gündüz yığardım, gecə uzanardım. Bəlkə rəkiblər bitməyib, demirəm belə pisdir. Nəqliyyat, avtobus, metro, nə olsun kimdə sizə LSD. Sevdiyim balam var, güvəndiyim qardaşlar. Ətrafım, atam, anam, Kənan, Rüstəm. Şükür bəssi bu ətrafa. Nə olsun efirə çıxıram torpaqların işğalı günü. Bir konsert, 4 klip, CD. Əsas budur xoşhallı gülüş üzdə. Və biz də istədiyimizi qazanmasaq da yaşayırıq inadkar mübarizəmizlə, musiqimizlə. Həri həyat uğrunda inan ki mübarizə aparmağa dəyər. Kim nə götürər onu görər. Yerə göyə sığmayan arzular aparır irəli sərxoşam. Mən rap üçün doğulmuşam.
Sen de